16 mart 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Ümumi Texniki Fənlər və Texnologiya Kafedrasında növbəti elmi seminar keçirilmişdir. Seminarda fakültənin dekanı Professor Muğan Quliyev, kafedranın professor müəllim heyəti, tələbələr, kafedranın magistrları və tədris köməkçi heyəti iştirak etmiş, müasir dövrdə texnologiya və əmək təhlükəsizliyi sahəsində aktual problemlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Seminarı giriş sözü ilə açan kafedra müdiri Dosent Elçin Cavadov tədbirin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, bu cür elmi seminarlar universitetdə elmi düşüncənin formalaşmasına, müəllim və tələbələr arasında elmi əlaqələrin möhkəmlənməsinə və müasir texnoloji problemlərin müzakirəsinə geniş imkan yaradır. Seminar çərçivəsində iki aktual mövzu üzrə elmi məruzələr dinlənilmişdir. Baş müəllim Hüseynov Elbrus Cəlaloğlu məişət elektrik cihazlarında nasazlıqlar və onların aradan qaldırılması yolları mövzusunda çıxış edərək məişətdə geniş istifadə olunan elektrik avadanlıqlarında rast gəlinən texniki problemlər barədə ətraflı məlumat vermişdir. Məruzədə elektrik çaydanları, soyuducular, paltar yüyən maşınlar, toz soranlar və digər məişət texnikalarında baş verən tipik nasazlıqların səbəbləri təhlil olunmuşdur. Qeyd edilmişdir ki, bu nasazlıqların əsas səbəbləri elektrik şəbəkəsində gərginliyin dəyişməsi, cihazların düzgün istismar edilməməsi, texniki xidmətin vaxtında aparılmaması və bəzi hallarda istehsal qüsurları ilə bağlı olur. Məruzədə həmçinin elektrik cihazlarının təhlükəsiz istifadəsi qaydaları, qısa qapama və həddindən artıq qızma kimi halların qarşısının alınması yolları, müasir diaqnostika vasitələrinin tətbiqi və enerji səmərəliliyinin artırılması məsələləri geniş şəkildə izah olunmuşdur. Daha sonra baş müəllim texnika üzrə fəlsəfə doktoru Verdiyeva Təranə Zahid qızı zərərli istehsalat amilləri və onların aradan qaldırılmasında yeni texnologiyalar mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə istehsalat mühitində insan sağlamlığına mənfi təsir göstərən fiziki, kimyəvi və bioloji amillər haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, istehsal sahələrində səs-küy, vibrasiya, yüksək temperatur, zərərli qazlar, toz və kimyəvi maddələr kimi amillər əmək şəraitinə mənfi təsir göstərir və işçilərin sağlamlığı üçün ciddi risk yarada bilir. Məruzədə bu problemlərin aradan qaldırılması məqsədi ilə tətbiq olunan müasir texnoloji həllər, o cümlədən avtomatlaşdırılmış ventilyasiya sistemləri, filtrasiya və qaz təmizləmə qurğuları, səs izolyasiya texnologiyaları, müasir fərdi mühafizə vasitələri və rəqəmsal monitorinq sistemlər haqqında məlumat verilmişdir. Vurğulanmışdır ki, innovativ texnologiyaların tətbiqi istehsalat prosesində təhlükəsizliyin artırılmasına, iş mühitinin sağlamlaşdırılmasına və əmək məhsuldarlığının yüksəldilməsinə mühüm təsir göstərir. Seminar zamanı hər iki məruzə ətrafında geniş müzakirələr aparılmış, iştirakçıların ünvanladıqları suallar məruzəçilər tərəfindən elmi arqumentlərlə cavablandırılmışdır. Diskussiya zamanı tələbələr istehsalat təhlükəsizliyi, məişət texnikasının düzgün istismarı və müasir texnologiyaların tətbiqi ilə bağlı maraqlı fikirlər səsləndirmişlər. Sonda qeyd olunmuşdur ki, bu cür elmi seminarların təşkili universitetdə elmi tədqiqat fəaliyyətinin inkişafında mühüm rol oynayır. Belə tədbirlər professor müəllim heyəti ilə tələbələr arasında elmi əməkdaşlığın möhkəmlənməsinə, elmi biliklərin paylaşılmasına və müasir problemlərin birgə müzakirəsinə geniş imkan yaradır. Eyni zamanda seminarlar tələbələrin elmi dünya görüşünün formalaşmasına, onların tədqiqat bacarıqlarının inkişafına və praktiki biliklərinin artırılmasına müsbət təsir göstərir. Qeyd edilmişdir ki, müasir texnologiyalar və istehsalat təhlükəsizliyi ilə bağlı aktual mövzuların müzakirəsi gələcək mütəxəssislərin daha peşəkar hazırlanmasına xidmət edir. Bu baxımdan belə elmi seminarların mütəmadi keçirilməsinin böyük əhəmiyyət daşıdığı vurğulanır.